Xoş gördük. Mehriban və rəhimli olan Allahın adıyla başlayıram. Mənim yaxınlarımın təkidli xahişi ilə mən bir neçə il bundan öncə yazdığım Böyük Günahlar kitabı barədə məlumat vermək istəyirəm. Deməli, məndən qabaq bu kitabı Böyük İslam alimi, İranlı alim Ayətullah Əbülhüseyn Dəstqeyev yazmışdır bu kitabı. Bu kitabda təxmini 55-56 böyük günah barədə məlumat vermişdir. Sual oluna bilər ki, bu kitabı məndən qabaq Böyük İslam alimi yazandan sonra nə ehtiyac yaranmışdı ki, bu kitabı yazmaqda? Bu kitabı iki məqsədlə yazdım. Bir, bu kitab keçən əsrin 50-ci illərində yazılmışdır və elmi tərəqqi nəticəsində internetlərin, müxtəlif şəbəkələrin yaranması nəticəsində günahın yeni sararları, yeni növləri yaranmışdır ki, hansı ki o kitabda olması qeyri-mümkün idi. Bu əsas səbəbdir. İkinci səbəb isə Quranda olan 8 böyük günah yer almamışdır. Bu kitab, deməli, Şəhid Dəstəqeyevin yazdığı bu kitab dərs vəsaiti kimi istifadə olunur. Bu kitab haradasa 700 səhifəyə yaxındır. Bu kitabda bir çox müəyyən səbəbdən günahların böyük günah olma meyarlarının bildiyimiz kimi başında Quran gəlir. O günahların, böyük günahların sıralanması da Qurana görə uyğunlaşdırılmalıdır. Ondan sonra hədis və böyük alimlərin icması şəklində qəbul olunmuş böyük günahlar gəlməlidir. Yəni sıralama Qurana hörmət baxımından bu şəkildə getməlidir. Əfsus ki, məndən qabaq yazılan bu kitab, deməli, sıralaması Qurana, meyarlar baxımından Qurana elə də uyğunlaşdırılmamışdır. Məsələn, xina günahı, haram musiqi barədə olan günah Şəhid Dəstqeyev 16-cı yerdə versə də, ilk onluğa Peyğəmbərin hədislərindən və Qurandan da ilk onluğa düşən ən böyük tutaq ki, günah, sehr barədə olan günah 31-ci yerdə verilmişdir ki, bu da qəbul olunmazdır. Halbuki, xina barədə olan günah haqqında Quranda heç bir aşkar ayə yoxdur. Deməli, indi keçək mənim yazdığım kitaba. Kitab 928 səhifədir, bir neçə il qabaq yazmışam. 56 günah barədə, böyük günah barədə məlumat verilir bu kitabda. Bu kitab, deməli, bu kitabda olan böyük günahların, böyük günah olma meyarlarının başında mütləq Quran gəlir və Qurana uyğunlaşdırılıb və orada 8 günah var ki, Şəhid Dəstəqeyevdə göstərilməyib və o günahların özləri də Quranda meyar kimi, Quranda böyük olma prinsipləri əsasında sıralanmışdır. Bu günahların başında ateizm gəlir. Deməli, bu iki kitabın fərqini də yaxınlarım bilmək istəyirlər, nə fərq var. Şəhid Dəstəqeyevin yazdığı kitabda ilk böyük günah kimi şirk göstərilir və ən böyük günah kimi. Ümumiyyətlə, yəni İslam mənbələrində ən böyük günah kimi hər yerdə mən şahidiyəm ki, yəni hamı şahiddir ki, şirk göstərilir və heç bir yerdə digər günahdan danışılmır. Mən ilk dəfə yazıb sübut etmişəm ki, İslam dinində ən böyük günah şirk deyil, ateizmdir. İnkar şəkilçisi teizm, yəni Allahın inkarı ideologiyasıdır, Allahın inkarı dünya görüşüdür. Bu, deməli, mən bu kitabı yazanda, əlbəttə, mən də şirklə başlamışdım. Lakin statistik nəticələr göstərirdi ki, 2 milyarddan artıq dünya əhalisinin heç bir dini dünya görüşü yoxdur və Allahı inkar etməklə ateizm dünya görüşündədirlər. Əlbəttə, bu şirk deyil. Ateizm Allahı bütünlüklə inkar etməkdir. Şirk isə Allahı qəbul edilən, yəni yeri, göğü, aləmləri yaradan Allahın, tək Allahın qəbulu, lakin müəyyən, onunla yanaşı müəyyən varlıqların da Allah qədər ibadət edilməsidir. Bu mənim təfəkkürümün, beynimin, zehnimin məhsulu deyildi. Əlbəttə, bu Quran ayəsinə dayanır. Mən Quran ayəsinə, deməli, Quranda 3 dənə belə ayə var. Mən onların biri haqqında məlumat vermək istəyirəm. Quranda 67-ci surə Əl-Mulk surəsi. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim.
وَلِلَّذ۪ينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمْ Rəbbi inkar edənləri cəhənnəm əzabı gözləyir. Deməli, gördüyümüz kimi burada Allah Teala Rəbbi inkar edənlərdən, şərik qoşanlardan deyil, Rəbbi inkar edənlərdən danışır. Hansı ki, Rəbbi inkar edənlər bu ateizm deməkdir, açıq-aşkar görükür. Deməli, bu günahın böyüklüyü ilk şirkdən əvvələ keçməsi Quran ayəsi ilə gördüyümüz kimi sabitdir və Peyğəmbər əleyhissalamın övladlarından da Həzrət Cəfər Sadiq əleyhissalamın nəql olmuş belə bir hədisi əldə edib bu kitabda göstərmişəm. Deməli, orada deyilir ki, Cəfər Sadiq əleyhissalam buyurur ki, siz elə bilirsiniz ki, ən böyük günah şirkdir. Xeyr, aləmləri yoxdan var edən Allahı, Rəbbi inkar etməkdir. Və bunları, sadəcə mən bunları üzə çıxartmışam. Üzə çıxartmışam bu mənada ki, yəni bu əvvəlki alimlərin və yaxud da müəyyən İslam mənbələrinin səhv olması anlamına gəlmir. Bu o anlama gəlir ki, ərəblərin Ərəbistanda o dövrdə yaşayan cahiliyyə dövrünün ərəblərinin dini var idi, Allahı var idi. Onlar müşrik idilər, onlar ateist idilər. Ümumiyyətlə qədim dövrlərin heç bir zamanda bu 19-20-ci əsrdəki kimi küfr olmamışdır. Ateizmə bu qədər meyilli olmamışdır. İnsanlar kütləvi surətdə Allahı inkar etməmişdilər. Yalnız 20-ci əsrdə, elə demək olar ki, 2-ci Dünya müharibəsində bir-birinə qarşı mübarizə aparan iki qüvvə, Sovet İttifaqı və faşist Almaniyasının ikisi də ateist dünya görüşündə idilər və kafirliyi təbliğ edirdilər. Deməli, ateizm ən böyük günah kimi göstərilir. Ondan sonra ikinci günah kimi mən kitabda şirki göstərmişəm. Bəli, şirk həqiqətən də böyük günahdır. Lakin o ateizmdən sonra gəlir. Lakin ateizm tək deyil. Yəni günümüzdə ateizmin bir çox qolları da var ki, və onların da ən azından bir üçünü haqqında tutaq ki, məlumat vermək olar. Bu deizmdir, agnostizmdir və panteizmdir. Deizm bildiyimiz kimi Allahın varlığını qəbul eləyir. Lakin ondan başqa heç bir qüvvə, onların dünya görüşünə görə Allahdan başqa heç bir peyğəmbər, Allahın heç bir elçisi göndərilməyib, heç bir ilahi kitab yoxdur. Allah dünyanı yaradıb və dünyanın işlərinə qarışmır. Və Allahdan başqa heç bir şəriət yoxdur. Heç bir mücərrət varlıqlar, cəhənnəm, cənnət, cəhənnəm, axirət və bunların hamısı bütün şəriət, müqəddəs İslam şəriəti inkar olunur. Və bir şeydə diqqət yetirək ki, deizmdə ki, Allahla İslamdakı Allah tamamilə fərqlidir. İslamda, Quranda Allah bizə özünü qüdrət, mütləq qüdrət sahibi, mütləq həyat verən, yaşayan, canlı bir varlıqdır, mütləq olan bir varlıqdır, ən üstün bir varlıqdır İslamdakı Allah. Amma deizmdəki Allah isə cansız bir Allah və ilkin substansiya kimi hər şeyin, bütün enerjinin, bütün həyatın mənbəyi kimi bir Allah, danışan, görən, eşidən, mütləq şəkildə olan Allah deyil. Bu da ateizmin inkarıdır, şirk deyil. Allahın bir mənalı surətdə inkarıdır, başqa formada ateizm başqa formasıdır. Digəri isə agnostizmdir. Agnostizmdə Allahın varlığının qəbul edib etməməyi, sübut edib etməməyin mümkün olmayacağı dünya görüşünə əsaslanır. Bu da bu və ya digər şəkildə Allahı inkar etməkdir. Yəni ateizmin bir qoludur. Üçüncü də panteizmdir ki, o da bütün təbiəti yaradıcı qüvvə kimi, Allah kimi qəbul edir və yaratma, idarə etmə təbiətin özündən gəldiyini düşünən bir dünya görüşüdür. Bu da ateizmin digər formasıdır. Bundan başqa, deməli, Şəhid Dəstəğiyevin kitabında olmayan birinci əsas fərq ateizmdir. O şirklə başlayıb, mən ateizmlə başlaymışam. İkinci, orada olmayan, lakin Quranda olan və Quran ayələri ilə də, çoxsaylı Quran ayələrində sabit olan münafiqlik günahıdır. Münafiqlik əqidənin gizli saxlanılması və Allahın düşməni, gizli düşməni olmaq deməkdir. Yəni küfrü gizli saxlamaq və müsəlmanlar əleyhinə
Allah əleyhinə kini, nifrəti, düşmənçiliyi gizli saxlamaq, fürsət düşən kimi fəaliyyətə keçmək dünya görüşüdür. Bu da ən böyük günahlardan biridir. Lakin Şəhid Dəstəğievin kitabında bu yerini almayıb. Üçüncü mürtədlikdir, yəni irtidat hadisəsidir. Yəni o hadisə ki, insanın İslam dinindən çıxaraq başqa dinə keçməsi hadisəsidir. Nadir hallar da olsa, biz bunun şahidi oluruq ətrafımızda. Yəni müəyyən İslam dinindən elə də xəbəri olmayan, İslam dinində demək olmayan, bəlkə kəlmə şəhadətini bilməyən bəzi insanların nadir halda da olsa xristianlığa keçməsinin müxtəlif platformalarda şahidi oluruq. Bu da mürtədlik də İslam dininin bütünlüklə İslam dinindən çıxaraq digər dinin qəbul olunması. Quranda da Allahın buyurduğu kimi Allah yanında ən doğru din İslamdır və ondan başqa din qəbul olunmayacaqdır. Quran ayəsinə əsaslanır və İslamın bütün prinsiplərinin, bütün vacibatlarının və müqəddəs İslam şəriətinin inkar olunması ən böyük kafirlik, ən böyük irtidad hadisəsidir. Dördüncü, Allahın qadağan etdiyi insanlarla evlənmək. Bu prinsip də Quranda sabitdir və müəyyən ayələrlə, hansı ki bizim imkanımız yoxdur onların bütün ayələri demək və bir insan, tutaq ki, kişi cinsi istədiyi hər qadınla evlənə bilməz. Ona məhrəm olanlarla evlənə bilməz. Yalnız naməhrəmlərlə bir kişi evlənə bilər. Ona görə bir kişi, tutaq ki, öz anası ilə, öz bacısı ilə, öz qızı ilə, öz ögey bacısı ilə, öz ögey anası ilə, süd anası ilə, öz xalası ilə, öz bibisi ilə, öz qardaşının və bacısının uşaqları ilə evlənə bilməz. Və bu, Quranda bu ayələr sabitdir və böyük günahlardan hesab olunur, həm də çox çirkin günahlardan hesab olunur bu. Beşinci, şərab içmək günahıdır. Bu, əfsus ki, 1000 ildən çoxdur bu günahın adı mənbələrdə şərab içmək kimi keçir. Lakin Şəhid Dəstəğievin də kitabında bu kitab şərab içmək kimi qeyd olunur. Lakin mən bu günahın, böyük günahın adını Quranda keçdiyi kimi, Quranda onun adı şərab içmək deyil, xamırdır. Bir şeyin şişməsi, bir şeyin ağlı başından aparması, ağlın başından getməsi, bir şeyin qızqırması kimi mənalar verir və bizim elə indiki vaxtlarda da qadınlarımızın un məmulatı ilə suyu qarışdırıb çörək məmulatı düzəltmək üçün əldə etdiyi məmulat da xəmir adlanır, yəni həmin sözlə adlanır. O da bir neçə saatdan sonra bu məmulat şişir, qızğırır və bir əldə durmayacaq hala gəlir. Və şərab və istər quru olsun, istər maye halında olan maddələrin də beyni bu hala saldığına görə Allah Teala ərəb dilində bu sözdən istifadə edib. Yəni bu günahın adı heç də şərab içmək deyil. Yəni 1000 ildən çoxdur bu günahın adı şərab içmək qoyulduğuna görə hal-hazırda da dünyada da bir çox insanların narkotikaya, şərabdan daha az təhlükəli yanaşmasına səbəb olmuşdur ki, Azərbaycanın bəzi rayonlarında biz eşidirik, yəni görürük ki, bəzən hətta dindarlar belə narkotikadan istifadə edə bilirlər. Haza getmiş, Allahın yolunu tutan adamlar isə şərab, bəzən də şərabda o qədər də şərabla müqayisədə narkotikaya təhlükəli hesab eləmirlər. Amma tamamilə əksinədir. Bu kitabda Şəhid Dəstəğievin kitabında 10 səhifə şərab içməkdən bəhs edilsəsə, əfsus ki, yarım səhifə narkotik vasitələrdən bəhs edilir. İstər narkotik vasitələr kimyəvi, sintetik yolla əldə olunmuş narkotik vasitələr olsun, istərdirsə də təbiətdə olan, təbii şəkildə bitmiş, bilmədiyimiz kimi təbiətdə güclü narkotik bitkilər var. Məsələn, onların arasında kokanı misal çəkə bilərəm ki, Coca-Cola iskinin də əsasını bu bitki təşkil etmişdir və o bitkinin köklərindən alan maddədən istifadə edilərək bu içki hazırlanır.
Və Peyğəmbərə görə Peyğəmbər əleyhissalam bunu qadağan etmişdir ki, bəli, Peyğəmbərin dövründə əsasən maye içkilərdən, şərabdan istifadə olunurdu, əsasən də üzüm şərabından, arpa şərabından, lakin quru maddələr də var idi və Peyğəmbər əleyhissalamın bir neçə hədisi var ki, orada həm yaş, həm quru sözü keçir. Həm yaş, həm quru maddələri Peyğəmbər əleyhissalam qadağan etmişdir. Deməli, 6-cı böyük günah da böyük günah təəssübkeşlik günahıdır. Bu əfsus ki, bu kitabda da bu günah haqqında məlumat verilmir. Bildiyimiz kimi vaxtı ilə göylərin böyük alimi olan İblisi Allah dərgahından qovulmasının 3 əsas səbəbi var idi. Onların biri təkəbbür, biri həsəd, paxıllıq, üçüncü isə də onun yarandığı odun təəssübünü çəkməyi idi. Yəni bu bir çox hədislərdən və canişinlərdən gələn hədislərdə də bu sabitdir ki, İblis öz yarandığı odun təəssübünü çəkdi və təəssübkeşlik bir mənalı surətdə tərəf tutmağa deyilir. Yəni bir insanın öz qardaşının, anasının, bacısının, dostunun və yaxud da marağı olduğu bir insanı bir tərəfli şəkildə müdafiə etməsinə deyilir ki, bu da iblis xislətidir və Allah tərəfindən Allah qəzəbləndirən böyük günahlardan biridir. 7-ci günah, haram aylarda müharibə etmək. Bu günah da bu kitabda, məndən əvvəlki yazılmış kitablarda yoxdur. Səhv eləmirəmsə 9-cu surədə, Tövbə surəsində haram aylar keçir, lakin aylar hədislərdə göstərilir. Məhərrəm ayı, Rəcəb ayı, Zilqədə ayı, 11-ci və 12-ci Zilhiccə ayı. Haram aylarda xüsusən insan, müsəlman müharibələrdə davadalaşdan, yəni davadalaş deyəndə müsəlman adi günlərdə də davadalaş eləyib haram aylarda çəkinməsindən söhbət getmir. Hətta zəruri hallarda belə çalışıb bu ayların hörmətini saxlamaqdan söhbət gedir. 8-ci günah isə, böyük günah isə həyasızlıq günahıdır. Bu günah da Quran ayələrində təsbit olunmuşdur. Həyasızlıq günahı, yəni qadınların açıq-saçıq geyinməli, kişilərin də lüt gəzməsi, üzr istəyirəm, əsaslanır. Qadınların örtünməməsi əsaslanır. Bu günah dövrümüzdə bu günahın demək olar ki, çox çirkin formaları yaranmışdır. Quran ayəsi qadınların ümumiyyətlə açıq-saçıq geyinməyindən danışır, böyük günah kimi danışır. Lakin dövrümüzdə elə vəziyyətə gəlib çatmışdır ki, biz Avropa ölkələrində müxtəlif informasiya vasitələrindən görürük ki, artıq qadınların, üzr istəyirəm, analarımızdan, bacılarımızdan lüt üryan müəyyən aksiyalara, tədbirlərə qoşulduğunu şahidi oluruq. Avropanın bir çox yerlərində, bir çox ölkələrində bildiyim qədərilə əsasən Finlandiyada müxtəlif hamamlar var ki, onlara qadınlarla kişilər tam lüt üryan çılpaq halda bir yerdə girməyə tələb olunur. Hətta paltarla, azacıq bir paltarla olsa belə ora buraxılmır. Yəni insanlıq bu hala gəlmişdir. Yəni həyasızlıq günahı da çox böyük günahlardan biridir. Yəni bu hər iki cinsə aiddir, həm kişilərə, həm qadınlara aiddir. Onların hər ikisi eyni dərəcədə məsuliyyət daşıyır. Lakin bu günahın əsasən törədiciləri də qadınlardır. İndi baxaq görək günah nədir? İndi günah barədə məlumat verək. Günah Allahın et dediklərini etmək, yəni bizə vacib buyurduqlarını etməmək və bizim haram elan etdiyi, bizi çəkindirdikləri əməlləri isə etməkdir. Deməli, Quranda Allah Taala özü günahları iki yerə bölüb, böyük və kiçik olmaqla belə bir ayə var ki, Allah buyurur ki, siz böyük günahlardan çəkinsəniz, biz sizə kiçik günahları bağışlayarıq. Ona görə böyük günahlar iki yerə bölünür. Mən də Şəhid Dəstəxoyev kitabında olmayan 8 günah, böyük günah barədə məlumat verdim. İndi isə cəmiyyətdə az tanınan günahlar, böyük günahlar barədə qısa bir məlumat vermək istəyirəm. Günahların bəziləri demək olar ki, cəmiyyətdə tanınır. Bunlar şirkdir, münafiqlikdir, dindən çıxmadır, adam öldürməkdir, yalandır, böhtandır, şərdir, ağvalideynlikdir,
və s. və ilaxır. Günahlar müəyyən dərəcədə cəmiyyətdə tanınır. Lakin cəmiyyətdə tanınmayan, yaxşı tanınmayan daha doğrusu günahlar da var ki, mən o günahlar barədə məlumat verirəm və izləyicilərdən xahiş edirəm ki, kitab böyük olsa da içərisində heç olmasa 16 dənə yaxşı tanınmayan günahlar barədə bilgi əldə etsinlər. Bunların başında Allahın rəhmətindən ümidsizlik gəlir. Bu nə günahıdır? Bu, bir insanın çoxlu günah edərək Allahdan üz döndərməsi və ümidsizliyə qapılmasını ifadə edir. Və Allah onsuz da məni bağışlamayacaq deyə Allahdan üz döndərməsi günahıdır. Çox böyük günahlardan biridir. İkinci, Allahın qəzəbindən amanda qalmaq. Bəzi insanlar Allah nə etsələr cəzasız qalacaqlarına inanırlar və Allahdan zərrə qədər də qorxmurlar. Bu, kiçik körpə uşağın oddan qorxmamağı düşüncəsi kimi bir şeydir. Yəni, kiçik uşaq hələ ağla dolmayıb, dolduqca təhlükənin nə olduğunu biləcək. Lakin bu, həmin insanlar da Allah qorxusu yoxdur və bu da böyük günahlardan biridir. Üçüncü, mürtədlik haqqında bir müəyyən qədər danışdıq. Cəmiyyətdə elə də yaxşı tanınmır. Narkotika, bəli, narkotikadan da müəyyən dərəcədə danışdıq. Beşinci, rüşvətdir. Cəmiyyət rüşvət haqqında da o qədər dolğun fikrə sahib deyil. Halbuki Quranda da Allah Teala çəkindirir ki, insanları başqalarının mallarını, yetimlərin mallarını əllərindən almaq üçün hakimlərə verməyin. Yəni, hakimlərə müəyyən bir şey verməyin. Bu da rüşvət günahıdır və böyük haramdır. Yəni, haram malın əldə olunmasıdır. Yəni, biz bilməliyik ki, Peyğəmbərin əleyhissalamın hədislərindən də dəfələrlə təkidlə bildirdiyi haram malla əldə olunan evdə heç bir ibadətin qəbuluna söhbət gedə bilməz. Yəni, müsəlman bacı qardaşlarım bilməlidirlər ki, haramla əldə olunan, tikilən evdə nə dua qəbul olunacaq, nə də onların namazları qəbul olunacaq. Yəni, rüşvət haram mal yeməkdir və bu böyük günahlardan biridir. Təəssübkeşlik haqqında məlumat verdik. 7-ci az tanınan günah da günaha israr etməkdir. Bu da kiçik günahların mütəmadi törəndikcə böyüməsidir. Peyğəmbər əleyhissalam bunu bir dəfə səfərdən qaydanda əshabələrinə başa salmaqdan ötürü onlara hərə düşüb odun yığmağını tapşırdı. Uzaqdan baxanda səhrada heç bir şey görsənmirdi. Lakin səhabilər yüzlərlə sahabə ətrafa dağıldı və hərəsi biraz gətirib odun atandan sonra çox böyük bir qalaq əmələ gəldi, odun topası əmələ gəldi və Peyğəmbər əleyhissalam onlara buyurdu ki, budur, sizin günahlarınız siz baxanda kiçik bilirsiniz, amma onları mütəmadi törətdikdə o böyük günahlara çevrilir. Deməli, hər kiçik günahda israr etmək onu böyüdən amillərdən biridir. Bu, günaha israr etməyin bir tərkib hissələrindən də biri günahı aşkar etməkdir. Yəni, günahı aşkar etməklə gizli etməkdə çox böyük bir fərq var. Günahı aşkar etmək iyrənc bir cəsarətə sahib olmaq deməkdir və onu cəmaət arasında təbliğ etmək deməkdir ki, bu da günahı böyüdən amillərdən biridir. Bundan başqa günahın tanınmış şəxslər tərəfindən, varlı, imkanlı adamlar tərəfindən törədilməsidir. Mən buna bir misal kimi deyə bilərəm ki, bir neçə il bundan qabaq dünya aləmində tanınmış futbol aləmində, hətta nəinki futbol, bütün dünyada tanınmış Portuqaliyalı futbol ulduzu Cristiano Ronaldo bir neçə il bundan qabaq konferansda Coca-Cola'nı aşağı qovub Aquavita deyərək ağ suyu təbliğ etməsi bir gündə kola şirkətinə demək olar ki 3-5 milyard ziyan gətirdi. Göründüyü kimi, yəni bir insanın tanınmış, dünyada tanınmış bir insanın kütləyə təsiri bəzən din xadimlərinin, böyük alimlərin belə təsirindən daha çox təsir etmiş olur. Ona görə tanınmış adamlar və imkanlı şəxslər öz hərəkətlərinə diqqət yetirməlidirlər. Bundan sonra nankorluq günahı gəlir. Nankorluq günahı da əfsus ki, cəmiyyətdə o qədər tanınmır. Bu günah
yaxşılığa layiqi qədər qiymət verməməkdir, minnətdar olmamaqdır. Yəni minnətdarsızlıq hissidir. Yəni insanın ən böyük nankorluğu Allaha qarşıdır. Onu yoxdan var edən, onu böyüdən, ona şəfa verən, ona ruzi verən Allaha tanımamaq, yəni ibadət etməyi. Allahın birinci əmri bilir ki, hərəkət baxımından insana ona qarşısında 5 vaxt namaz qılmağıdır ki, bir insanın ən böyük nankorluğu onun namaz qılmamağıdır. Əfsus ki, bu da cəmiyyətdə o qədər tanınmır. 9-cu böyük günah mömini incitmək günahıdır. Mömini incitmək, mömin birinci bilməli ki, mömin Allahın dostudur. Onu incitmək, bilavasitə Allahı incitməkdir və Allaha hədislərdə müharibə elan etmək kimi dəyərləndirilir. Peyğəmbər əleyhissalamın məşhur hədislərində birində deyilir ki, möminin Allah yanındakı dəyəri Kəbədən dəfələrlə üstündür. Bildiyimiz kimi Kəbə 4 divardan ibarətdir. Mömin isə Allahın çox əziz bəndəsidir. Onu incitmək də böyük günahlardan biridir. Deməli, dəyyusluq günahı Quranda yoxdur. Bu hədislərdən götürülmüş günahlardandır. Peyğəmbər əleyhissalamın buyurduğu kimi dəyyus 500 illik məsafədən cənnətin iyini duymayacaq və ondan elə üzr istəyirəm, elə pis iyi gələcək ki, ifunət iyi gələcək ki, bütün aləmlər, bütün göyün, yerin əhli ona lənət oxuyacaq. Bu dəyyus yeganə günahdır ki, günahların içərisində yalnız kişilərə aiddir. Yəni yoldaşının zina etdiyini bilib onu boşamayan kişiyə aiddir bu günah. Bu da əfsus ki, cəmiyyətdə o qədər yaxşı tanınmır. 11-ci günah yalanın çirkinliyi barədədir. Düzdür, cəmiyyət yalanı böyük günah kimi tanısa da, lakin yalanın çirkinliyin təhlükəsini o qədər dərk eləmir. Peyğəmbər əleyhissalam hədislərində buyurmuşdur ki, çoxsaylı hədislərində bu var, həm şiə, həm də əhl-i sünnə hədis kitablarında da öz yerini almaqdadır. Bir müsəlman bir çox böyük günahlara mürtəkib ola bilər. Ola bilsin, lap zina da elə bilər, ola bilsin, qumar da oynaya bilər, amma müsəlman yalan danışmaz. Əfsus ki, cəmiyyətimizdə, təkcə bizim cəmiyyətimizdə, ümumiyyətlə dünyada yalan başalıb gedib, xalqımızın qədim adətlərindən də biri ümumiyyətlə kişidə yalanın qəbul olunmaması prinsipidir ki, yəni kişi yalan danışmaz. Əfsus ki, dövrümüzdə bəzi kişilər qadınlardan da daha çox yalan danışırlar. Ümumiyyətlə yalan danışmaq insan yoxdur. Yəni söhbət xırda yalanlar, gündəlik məişət zəminində ola bilsin ki, mən də müəyyən qədər hər hansı bir bilməyərəkdən yalana mürtəkib oluram. Lakin yalan prinsipial əhəmiyyət kəsb etməməlidir. Yəni qəsdən törədilməməlidir, başqasının aldadılmamalıdır. Bu da böyük günahlardandır. 12-ci vacib ibadətləri yerinə yetirməmək günahdır. Şəhid Dəstəğiyevin kitabında deməli bu böyük günah təfsilli verilmişdir. Yəni vacib ibadətlər deyiləndə namazı ayrı, orucu ayrı, zəkatı ayrı, həcci ayrı vermişdir. Lakin mən bunları birləşdirib vacib ibadətlərin tək olunması haqqında, yəni bu mənim kəşfim deyil. Bəzi hədislərdə bəli bu günahın adı belə gəlmişdir. Vacib ibadətlərin tək olunması, Şəhid Dəstəğiyev bunu təfsilli vermişdir. Yəni ayrı-ayrılıqda vermişdir. Bu günah da yəni çox böyük günahlardandır. Yəni söhbət bu günahın başında, yəni əməli baxımında, İslamın əməli prinsipinin başında namaz gəlir, ibadətlərin başında namaz gəlir və namazı qılmayan insanın qiyamətdə, məhşərdə birbaşa cənnətə girməsi qeyri-mümkündür. Bu, Quran ayəsindən də sabitdir. Quranda belə bir ayə var ki, cəhənnəmdəkilər, cənnətdəkilər cəhənnəmdəkilərdən soruşacaqlar ki, sizi ora səqərə salan, cəhənnəm oduna salan nədir? Onlar deyəcəklər ki, biz namaz qılanlardan deyildik, acıları, yetimləri də geyindirməzdik və batilə dalıb gedərdik. Yəni, oradan da görükür ki, birinci deyildiğinə görə biz namaz qılanlardan deyildik. Namaz qılmamaq çox böyük günahlardan biridir. İkinci, mən burada çox uzatmaq istəmirəm. İkinci, toxunmaq istəyirəm zəkat məsələsinə. Əfsus ki, çox əfsus ki, ümumiyyətlə günümüzdə beynəlxalq aləmdə müsəlmanların vəziyyəti elə də yaxşı deyil. Afrika ölkələrində, bir çox ölkələrdə müsəlmanlar, 100 minlərlə müsəlmanlar, hətta beynəlxalq səhiyyə təşkilatının məlumata görə milyonlarla insanlar azdır. Hər gün aclıqdan ölən insanlar var.
Təsəvvür edin ki, İslam ölkələri öz zəkatını versəydilər və bu az ölkələrə, kasıb ölkələrə çatdırsaydılar, belə azlıqda olmazdılar. Quranda zəkat orucdan daha böyük ibadət kimi göstərilir. Quranın 28 ayəsində namaz qılın, oruç tutun deyil, namaz qılın, zəkat verin deyilir. Və buradan da görükür ki, zəkat vermək oruç tutmaqdan daha böyük ibadət hesab olunur. Lakin əfsus ki, günümüzdə bəzi ibadət eləyənlər belə zəkata o qədər də əhəmiyyət vermirlər. Və bildirəndə deyirlər ki, bizim zəkat verməyə elə də maddi imkanımız yoxdur, ona görə bizə vacib deyil. Yəni bildirirəm ki, bu zəkat ibadətinə əməl etmək deyil. Zəkat ibadətinə əməl etmək o demək deyil ki, insan evindən, müsəlman evindən nəylərsə çıxartmalıdır. Onun gəliri zəkata düşür, düşməmək bura aidiyyəti yoxdur. Zəkat ibadətinə əməl etmək, ilin bir gününü zəkat günü elan etmək deməkdir. İstər bu miladi təqvimlə olsun, istəsə hicri qəməri təqvimlə də, yəni ay təqvimlə də ola bilər, onda dəyişiləcək, yəni 4 fəsildə olsun. Ola bilər kətlərdə yaşayanlar üçün ikili məhsullar deyirlər, iki məhsullar yığılmağı ilə bağlı yay aylarına düşsün. Ola bilər istənilən ayı günü, özünün zəkat günü elan edib, ailəsində olanlara baxmalıdır. Bu zəkat ibadətinə əməl etməkdir. Ondan sonra zəkat onun gəliri, onun evdə qalan təzə paltarları varsa, müəyyən əşyalar, onlara zəkat düşüb düşməməyi bu artıq sonranın mövzusudur. Lakin hər bir müsəlman istər kasıb olsun, istər imkanlı olsun, mütləq həyatında bir günü zəkat günü tətbiq etməlidir. Bundan başqa qumar, mərc oyunları var. Bunlar da böyük günahlardır. Qumar bildiyimiz kimi böyük günahlardır və hələ 20-ci əsrin 50-ci illərdə Beynəlxalq Səhiyyə Təşkilatı bunu keçici xəstəliklər siyahısına salmışdır. Ondan bir neçə illiklər sonra düzdür çıxarmışdır. Yəni qumarın keçiciliyi var. Yəni infeksion xəstəliklər kimi ətrafını bulaşdırmağı var. Yəni həmin azartlı üstündə azartlı iqralar deyirlər. Müxtəlif spring oyunları olsun, lato oyunları olsun, loteriya oyunları olsun. Bunlar haram oyunlardır və qumardır və qumarın da ətrafını yoluxdurmaq qüdrəti var. Yəni belə demək mümkünsə ətraflarını yoluxdurmaq iqtidarındadır. 14-cü günah, ər-arvad arasında haram cinsi əlaqə. Təəssüf ki, bu da yoxdur. Şəhid Dəstəğiyevin kitabında bu da verilməyib. Bu günah deməli, ər-arvad arasında üzr istəyirəm, müəyyən dövrlərdə anaların doğuşdan sonraki halları ilə bağlıdır və Quran ayələri açıq-aşkar bunların böyük günah olduğunu bildirir. 15-ci sələmdir. Müəyyən qədər cəmiyyətdə sələm barədə müəyyən fikirlər var. Lakin sələm bildirmək istəyirəm ki, yeganə günahdır ki, Quranda Allah buyurur ki, Allaha və Peyğəmbərinə müharibə etmək kimi dəyərləndirilir. Yəni, bunun da təhlükəliliyi ondan ibarətdir ki, sələm götürən adam olduqca çıxılmaz vəziyyətə, hətta bəzən şiddətli çıxılmaz vəziyyəti zərurət halına gəlir və faizi qaytara bilmədiyindən hətta insanlar özünə qəsd eləyə bilər. Yəni ətrafımızda belə hallarda olduğunun şahidi oluruq. Bundan sonra 16-cı günah sonuncu falçıya getməkdir. Yəni sehr, cadu bildiyimiz kimi böyük günahlardandır. Peyğəmbərin 10 ən böyük günah sıralamasında sıralamasının içərisində olan böyük günahlardan biridir. Bunların bir tərkib hissəsi də falçıya getməkdir. Falçıya getmək haqqında Peyğəmbər Əsəlam məşhur hədisi var. Peyğəmbər Əsəlam buyurur ki, falçı yanına getmək mənə və məndən əvvəl nazil olmuş bütün səmavi kitabları inkar etmək kimidir və küfrlərdən biridir. Hədislərə görə falçı yanına getmək kafirlik həddindədir. Falçı yanına getmək Allahdan ümidi üzmək, onun qədərindən ümidini üzmək və falçıdan mədət tutmaq, falçıların müəyyən şəkildə falçıdan
onun işlərinin düzəlməsi barədə müəyyən əməllər etməyini diləmək deməkdir ki, bu da küfür deməkdir. Lakin bu mütəmadi hal alarsa, həmin insanın kafir olması hədislərə görə sabitdir. Deməli, söhbətimizin sonuna gəldik. Mən bütün dinləyənlərə uzun olduğuna görə təşəkkürümü bildirirəm və sizin olaraq xahiş edirəm ki, kitab böyük olmağına baxmayaraq, heç olmasa bunun içərisində 16 maraqlı cəmiyyətdə yaxşı tanınmayan günahların oxunmasını diləyi ilə sizdən ayrılıram. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.